Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Sabirabad rayonu sakini, 2-ci qrup müharibə əlili, antiterror şəhidi, çevik polisi Əzizbəy Muradovun 3 müharibə görmüş şəhidimiz Əzizbəy Muradovun atasıyam. Özüm də 92-ci illərdən bir yerdə döyüşdüyüm oğlanın şəhidimizin adını daşıyır. Cavid Əhədov adına Ulacalı kənd uşaq bağçasının adını daşıyır. Bax, mənim məqsədim, yəni bura gəlməkdə odur ki, 20 ildən yuxarıdır bəlkə burada Sevinç Mikailova haqsızlıqlar edir. Uşaqlara gələn oyuncaqları, işçilərin adına yazılan maaşları mənimsəməklə məşğul olub. Yəni mən bunu aidiyyatı qurumlardan, ölkə başçımızdan xahiş edirəm ki, bizim bax bir şəhid atası olaraq, mən şəhid atasını elə belə yerə demirəm. Çünki baxın, görün bir dənə şəhid, bunun bir növrəsində bir dənə şəhid şəkili var, yoxdur. Yəni mən necə dəfə tapşırıq vermişəm ki, bu dövlətimizin binasıdır, uşaqlarımızın yəni bağçasıdır. Yəni xahiş edirəm, baba kolluqlara baxın, baxın, baba. Nə qalıbsa hamısını satıblar. Nə qalıbsa hamısını, bax uşaq burada nə etər yerlənsin. Baxın ay cəmaət. Bax uşaq bunda gəlib nə arasında yerlənəcək, qolundan tutub yerlənəcək. Ha? Bax yerlənməyə bunun nəyi var? Güya ora 2 dənə figurunu işləməyən, bax. Baba, buna bax. Bax, bəyəxtərindən bəyərin içi də bax. Müayinə nə deyirəm, getmir. Uşaq o yerlədə bilər. Yəni buranın hamısını, bax. Hamısını satıb yiyibdi Mikailova Sevinç. Xahiş edirəm, içəri dövlət başçısına səslənirəm. İçəri kamera qoyub, içəridə cəmaata bir-birinə savaşdırırmış işçiləri, aparıb evinin təmizliyini işlətdirirmiş, evin süpürtdirirmiş, həyətini təmizlətdirirmiş. İndi onu lazımı insanlar qorxularından demir, çünki işçilər demir, çünki hələ də işləri prokuraturadadır, çünki anaları işten bir qorxuzub eləmədikdə işten çıxartmaqla hədələyir. Mən aidiyyatı qurumlardan ölkə başçımızdan xahiş edirik, bax, bir dənə şəhid şəkili vurmayıb. Elə bir ermənidir bu. Oğlu da deyir, mən qazi anasıyam. Oğlu da mühafizə yazılmışdı onun sənədində. Gəlmişdi ki, mən yəni ki, veteranlıq vermirlər. Hər yerdə deyir, mən oğlumun 9 medalı var, nəyi var, harda döyüşüb. Mən xahiş edirəm, bunun özü ilə əlaqədar maraqlansın dövlət başçımız ki, bu adam, oğlu müharibədə olan ana, şəhidin şəklini vurmaz. Bizim Qaralar kənd uşaq bağçasının müdürü var, onun kimi şəhid bacısıdır. Hər ay, hər həftə lazım olan vaxtı yığır uşaqları, aparır şəhidlərimizin, aparır uşaqları, o körpə balalarımızı aparır, uşaqlarımızı tanıtdırır ki, bizim vətən yolunda bu uşaqlarımız şəhid olub deyə. Bu əmlər vətən yolunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda, yəni şəhid olub deyə. Ancaq bu adam görün necə adamdır ki, bax, baba, oğlu da qumarla məşğuldur, qaçıb Bakıda gizlənir. Qardaşı Rusiyadan havadarlıq eləyir buna. Deyən kimi deyir ki, yəni biz işimizi danışmışıq. Mən bilmirəm bu kimlə danışıb bu işləri, zatları. Baxın uşaq bağçasına. Görün uşaq bağçası ağlayır. Uşaq bağçası ağlayır. Çünki belə haqsızlıq olmaz. Mən ölkə başçımızdan, aidiyyatı orqanlardan xahiş edirəm, onun işində qala bilməz. Mən bura gətirmişəm. Ananı bir aydır, yarımdır, bir aydır. Bax, belə bir aydan çoxdur. İşə düzəlmişik gözətçi işinə ki, eyni açılsın, gəlsin, uşağa görə çox fikirləyir, oğluna görə çox fikirləyir. Gəlsin, bax, burada elə bir 2 saat, 3 saat, 1 saat, yəni kənd yeridir. Qadınların yanında olsun, uşaqları görsün, eyni açılsın da fikirləməsin. Ana ilə əqəyə qoyub, ana indi işə gəlmir. Niyə gəlmir? Niyə gəlmir, səbəbini deyim. Ana bu birisi otaqda olanda, o koridorda ona işçilər deyib ki, şəhid anasıdır, özü bilirsən ki, onun yoldaşı da müharibə əllidir, özü səylə oxuyub. Deyib ki, mən şəhid tırramıram da, yəni ki, mən girmir o şeylər.
Anını nəyə qoyub? Mən onun neçə illərdir bu sümürüb taladığı bu uşaq bağçasından mən heç vaxt şikayət eləməmişəm ki, biz sinifdə oxumuşuq, kəndimizdir, elimizdir, obamızdır, ayıbdır. Ancaq o bizi ilə haqsızlıq eləyib. Belə kənddə gəlin soruşun görün o kimlərin haqqında haqsızlıq eləyir. Çarşablı qadınların çarşabını söyür o. O elə bir qadındır ki, qadına layiq olmayan hərəkətləri eləyib. İnşallah da ölkə başçımız tərəfindən yağın ki, aidiyyatı qurumlar tərəfindəndir ki, yağın müsbət nəticəsini alacaqdır. Mən buradan əziz xalqıma Allahdan can sağlığı arzulayıram. Ölkə başçımıza da can sağlığı arzulayıram, onun ailəsinə də. Yəni bir şəhid ailəsi olaraq, şəhid atası olaraq mən ürəyimdəkiləri çatdıra bilmədiklərimi də xahiş edirəm. Yəni başa düşəsiz məni, əsəbləşmişəm, çox əsəbləşdirib o bizi. Çünki o ananın qulağına o söz çatandan biz evimizdə rahat yata bilmirik ki, məhz şəhid zad girbir. Ayıp olsun ona. O erməni kimi bir insandır, erməni kimi insandır. Uşaqlara qarşı o haqsızlıqlar eləyib, bu uşaq bağçasında haqsızlıqlar eləyib. Ölkə başçısından xahiş edirəm ki, bu haqda tezlikcə maraqlansın. Tezlikcə şəhid ailələrinin, şəhid atasının səsinə səs versin, xahiş edirəm cənab prezidentimizdən. Mən 55 ildir cənab prezidentimizi dəstəkləyirəm bu hakimiyyətdə. Dövlətimizi düzgün yolla apardığına görə dövlət başçımıza həmişə təşəkkür eləmişəm. Ancaq dövlətimizin əleyhinə zidd gedən belə idarə müdürləri, uşaq bağçası müdürləri işləyə bilməz. Çünki dövlət başçımız da özü tapşırıq verib ki, belə qanunsuzluqlar görəndə xəbərləyin. Mən bir şəhid atası olaraq, bir müharibə əlli olaraq özümə borc olub mən bu şeyi paylaşıram. Xahiş edirəm hamınızdan.